الحديث العاشر عن أبي هريرة رضي الله تعالى عنه قال رسول الله صلى الله عليه وسلم. Abu Hureyre radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. İnna Allaha tayyib, la yaqbalu illa tayyibən. Həqiqətən də Allah pakdır və yalnız pak olan şeyləri qəbul edir. Və inna Allaha ta'ala əmrəl müminə bimə əmrə bihil mursalin. Və həqiqətən də Allah azza və cəllə rasullara əmr etdiyi şeyi mömin qullarına da əmr etmişdi. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Allah rasullara nəyə əmr edib? Onu Qur'andan bir ayə ilə. Möminlərə nəyi əmr edib? Onu Qur'andan bir ayə ilə zikr edir. 1-ci Əl-Mü'minun surəsi 51-ci ayəni qeyd edir Allah Rasulü. Fəqal, Uca Allah dedi ki, Ya əyyuhər rusul, kulu minət-tayyibati və əməlu salihə. Ey rasullar, pak, halal olan şeylərdən yeyin və salih işlər görün. Və qalə Teala, Allah Azze və Cəllə buyurdu Əl-Bəqərə surəsi 172-ci ayədə Ya eyyuhəl-ləzīnə əmənu kulu min tayyibati mə razaqnakum. Ey iman edənlər, sizə ruzu olaraq verdiyimiz pak şeylərdən yeyin. Sümmə zəkərər-rəcul yutilu səfər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişini qeyd edir. Elə bir kişi ki, uzun bir yolculuğa çıxıb. Əş'əsə əğbar. Saçı, saqqalı qarışıq, üst başı toz içində. Yamuddə yədeyhi ilə səmə və əllərini səmaya doğru uzadıb. Dua edir ki, Ya Rabbi, Ya Rabbi, ey Rəbbim, ey Rəbbim. Və mət'amuhu haram, və məşrabuhu haram, və məlbəsuhu haram, və quziyə bil haram. Halbuki yeməyi də haramdır, içməyi də haramdır, geyim keçməyi də haramdır və ümumiyyətlə haramla böyüyüb. Haramla qidalanıb. Fəənnə yüstəcabu lizəlik. Belə birisinin duası necə qəbul olunsun? Ravahu Muslim. Hədisi İmam Muslim rəvayət edib.